Türkiyədə baş verən terror Azərbaycandan bu ölkəyə səfər planlaşdıranları fikirlərindən daşındırmayıb. Əməkdaşlarımızın yerli turizm şirkətlərindən aldığı məlumatlar bunu belə deməyə əsas verir, amma gərginlik Türkiyənin turizm sektoruna zərərsiz ötüşməyəcək. Türkiyədə baş verən terror hadisəsindən sonra Almaniya hökuməti vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb. Almaniya turizm şirkətləri isə həftə sonuna qədər İstanbula olan turist səfərlərini ləğv edib və ya başqa vaxta dəyişdirib. Yalnız İstanbulda deyil, ölkənin digər bölgələrində baş verən ardıcıl terror hadisələri yerlərdə otellərin bağlanmasına səbəb olub. Təkcə tarixi yerlərdən olan Mardində 7 otel bağlanıb ki, 600-dən çox insan işsiz qalıb. Ve şu anda da 2016 yılında herhangi bir rezervasyon, herhangi bir kıpıldama görmüyoruz ve hissetmiyoruz da. Ondan dolayı bu sayıların daha çok artacağını ve otel sayılarının da kapanma noktasına geldiği için kapanıp sayıların artacağından endişeleniyoruz. Azərbaycandan Türkiyəyə turlar təşkil edən şirkətlər isə hələ bu istiqamətdəki səfərlərdə problem olmadığını deyir. Azərbaycanlılar yenə Türkiyəyə getməyə maraq göstərir. Mütəxəssislər deyir ki, mövcud hadisələrin turizmə təsiri qaçılmazdır. Amma Türkiyə hökuməti də buna yol verməmək üçün addımlar atacaq. Güman edirəm ki, təhlükəsizlik vacib bir məsələ olduğu üçün nəqliyyat qovşaqlarının mühafizə olunması bu gün ən ümdə olan birinci məsələlərdən biridir. Türkiyənin turizm sektoruna ilk zərbə Rusiya ilə gərginlikdən sonra dəymişdi. Bundan sonra Rus turistlərinin bu ölkəyə axını dayanmışdı.